Hər kəsə salam, hər vaxtınız xeyir. Artıq imtahanımıza az qaldı. Bol-bol uğurlar arzu edirəm sizə. Gəlin bəzi suallara nəzər yetirək. Birinci sualımız 34-cü sualdır. Sualda bizə enter düyməsini sıxsam bu xanadan nəticə nə çıxar? Birinci mən or, not, and haqqında danışmaq istəyirəm. And-i vurma kimi yadda saxlayın uşaqlar. Bax, true-nun ədədi qiymətli dəyəri 1-dir. False-unda ədədi qiymətli dəyəri 0-dır. And haçan bizə true dəyər verəcək? True and true-da. Yəni 1 vur 1-də. Və true and false olsa, yəni 1 vur 0 olsa bizdə 0 olacaq. Və and-i vurma kimi yadda saxlayın. Or-u toplama kimi yadda saxlayın. Bax, true false-da da bizə 1 verəcək. Yəni 1 0 olacaq. Ancaq və ancaq false halında bizə 0 verir. Çünki 0 ilə 0-ın cəmi bizə 0 verir. Not isə inkar edir. Yəni məsələn A B-dən böyükdürsə, bu deyir ki, yox qardaş, sən yalan deyirsən. A B-dən kiçik bərabərdir. Tamammı? Yaxud da deyəcək A kiçikdirmi B-dən? Bu not deyəcək A kiçikdir, B olacaq. Not deyəcək ki, yox qardaş, sən yalan deyirsən, A böyükdür bərabərdir B-dən. Və yaxud da ki, A kiçikdir bərabərdir B olacaq. Not deyəcək ki, qardaş, sən yalan danışırsan. Xeyr, A B-dən böyükdür. Yəni not inkar edir. Sənin yalancı çıxardır. O bəzi adamlar olur, sizin sözünüzü nəysə də özünüz bildiniz. Hə, nəysə burada ordur, orun içində ciddi məntiqi funksiya verib. Deyir, yoxla, 1 2-yə bərabərdirmi? Xeyr. Bax, buraya yazıram false. 4 3-dən kiçikdirmi? Xeyr. False-la false-un dəyəri nə verdi bizə? False verdi. Amma not nə edir onu? İnkar edir. Yəni true-ya çevirir. Onu görüb düzgün cavab Y variantı. Gələk bu suala nəzər yetirək. 35-ci sualda deyir ki, A1 əgər A1 45-dən böyükdürsə 1-i çap elə. Əks halda 0-ı çap elə deməkdir. Deməli, bu alqoritmdəki temaya oxşuyur. A1 nədir? 50. 50 böyükdürmü 45-dən? Bəli, bəli dediyimiz üçün 1-i çap eləyəcək. Düzgün cavab A variantı. İndi isə gəlin 36-cı suala nəzər yetirək. Deyir ki, Excel'da yaradılan 10 və yaxud da ki 9 fərqi yoxdur, eyni şeydir. Bizdə XLS X-dir, com-dan X yükleme fayllarda text notepad-in genişlənməsi, Logic isə MS Word-un genişlənməsi olur. 37-ci sualın cavabını şərhə qeyd etsəz sevinərəm.